Bakı məhkəmə kompleksində bu günlərdə tarixi baxımından ibrətamiz, haqlı olaraq Nürnberg prosesinə bərabər tutulan məhkəmə dinləmələri keçirilir. Müttəhimlər kürsüsündə Ruben Vardanyan oturdulub. O, Qarabağ işğal altında olduğu müddətdə mina əkinçiliyinə milyonlar xərcləyib. Ağlına da gətirməyib ki, gün gələcək cinayətkar əməllərinin qurbanları ilə üz-üzə, göz-gözə qalacaq. Onlar məhkəmə zalına qoltuq ağacları, protezləri, bəzən də arabaları ilə gəlirlər. Məhkəmə zalına gətirdikləri tək şey bədənlərindəki izlər deyil, Ruben Vardanyanın şəcərəsinə qanla yazılan taliləridir. Hər biri hekayədir, hər biri bir cinayətin canlı sübutudur. Əllərində sənəd yoxdur, çıxış üçün kağızda, amma hər birinin gözlərində bir faciənin izi, ürəyində bir ailənin ağrısı var. Müttəhimlər kürsüsünə çıxarılan Ruben Vardanyan kürsü önündə mina qurbanlarıdır. Həyatlarının bir hissəsi torpağın altında gömülüb, amma haqları yerin dərinliyində itib batmayıb. Zərər çəkmiş Həsənəli Əliyev 2024-cü ilin fevralın 4-də Tərtərin Qızılova kəndində heyvan otararkən mina partlayışı nəticəsində sol ayağının aşağı hissəsini itirib. Bu bir bədən hissəsinin yox, bir həyat tərzinin, bir gələcəyin itkisidir. Digər zərər çəkmiş Elnur Əskərov da 2023-cü ilin aprelin 18-də Borsunlu kəndində oxşar aqibətlə üzləşib. Onların səssiz gəlişləri, kədərli baxışları məhkəmə zalında səsləndirdikləri faktları daha da ağırlaşdırır. Ən sarsıdıcı ifadələrdən biri Akif Hüseynova aiddir. O, iki oğlunu Razi və Bayramı mina partlayışında itirib. Özü, oğlu Anar və nəvəsi Hüseyn isə yaralanıblar. Bir gündə iki oğlumu itirdim deyə Akif Hüseynov məhkəmədə sarsılmış halda söyləyib. Onların yaşadıkları faciə bir ailənin deyil, bütöv bir millətin yaddaşına həkk yolundan yaradıb. Anam əməkdaşları Yadigar Şükürov, Ələsgər Quliyev və digərləri isə peşə borcunu yerinə yetirərkən minaya düşüblər. Ələsgər Quliyev məhkəmədə bunları deyib. OZM 72 minalarını da çox görmüşəm. O havada qəlpələrə bölünür və ən təhlükəlisidir. Bu ifadələr təkcə texniki izahat deyil, bizə düşmən kəsilənləri torpaqlarımızda mina əkinçiliyinin, bundan dolayı ölümün və qorxunun gündəlik həyat tərzinə çevrildiyinin sübutudur. Zərər çəkmiş İlham Salmanovun, İlkin Əliyevin, Nicat Cabbarovun, Rafael Bayramovun və digərlərin ifadələri isə göstərir ki, Ermənistan tərəfindən bastırılmış minalar yalnız bir bölgənin deyil, bütöv Azərbaycanın bədəninə vurulmuş yaradır. Məhkəmə zalında Ruben Vardanyan isə sanki bir başqa reallıqda oturur. Baş verənləri başa düşmürmüş kimi davranır. Sanki Azərbaycanın işğal olunmuş ərazilərində min bir cinayət törətmiş, yan yörəsinə milyonlar xərcləməsi də bir yuxu olub. Halbuki həmin milyonlara heç bir günahı olmayan insanları öldürmək üçün silah-sursat, mina alınmasından xəbər olub. Bu isə terroru, soyqırımı maliyyələşdirməkdir. Ruben Vardanyan bir sistemin, bir dağıcı maşının, müharibə cinayətlərinin simvolu kimi bugün müttəhimlər kürsüsündədir. Bugün Bakı məhkəmə kompleksində baş tutan proses sadəcə bir hüquqi prosedur deyil. Bu, yaddaşın dirçəlişi, ədalətin ayaqsız, amma dik dayanan şahidlərinin hayırtısıdır. Hər amputasiya olmuş ayaq bir sübutdur, hər qoltuq ağacı bir şahiddir. Ruben Vardanyan bugün təkcə minalara görə deyil, illərlə əzəli torpaqlarımızda törədilən müharibə cinayətlərinə görə mühakimə olunur. Onun qarşısında duranlar ayaqları yoxdur, amma haqları var. Onlar bu haqları almaq üçün ayaqdadılar.